Əziz izləyicilərim, gördüyünüz kimi mən bugün tək deyiləm. Yanımda oğlum var. Oğlumun adı Sabirdir. 5-ci sinif şagirdidir. Mən bu videonu çəkməkdə məqsədim odur ki, Sabir çox nümunəvi bir addım atıbdır. O mənim onlayn dərslərimi izləyə, mən evdə dərs keçdikcə, yəni dərsdə oturmuram. Amma uşaqdır da evdə öz işi ilə məşğul olur, mən də dərs keçirəm. O mənim dərslərimi dinləyərəkdən ədəbiyyatdan bir çox şeyləri demək olar ki, bilir. Baxmayaraq ki, 5-ci sinif şagirdidir. 10-11-ci sinifə aid olan bir çox materialları da bilir. İndi mən Sabiri imtahan eləyəcəyəm. Görək Sabir ədəbiyyatdan nələri bilir? Azərbaycan ədəbiyyatında hansı ədəbi növlər var? 3 növ var. Lirik, epik, dramatik. Ay, sağ ol. Bəs Azərbaycan ədəbiyyatında hansı vəzinlər var? Əruz, heca, şeir, sərbəst. Sərbəst şeir. Bir də sərbəst şeir. Gülistan poeması müəllifi kimdir? Bəxtiyar Vahabzadə. Ay, sağ ol. Molla Nəsrəddin jurnalının redaktoru kimdir? Cəlmə Məqulzadə. Ay, sağ ol. Molla Nəsrəddin jurnalının ətrafında kimlər toplaşmışdı? Ay, sağ ol. Bəs Füyuzat jurnalında? Romantiklər. Romantiklər. Ay, sağ ol. Romantik nə deməkdir? Öz görmək istədiyini yazan. Afərin. Bəs realist nə deməkdir? Gerçək yazan. Ay, sağ ol. Azərbaycan ədəbiyyatında realizmin banisi kimdir? Molla Pənah Vaqif. Afərin. Aşıq Ələsgərin Dağlar şeirinin janrı nədir? Qoşma. Afərin. Bəs qəhrəmanlıq dastanlarımız hansılardır? Koroğlu, Kitabi-Dədə Qorqud. Koroğlunun neçə qolu var? 18. 18. Bəs Kitabi-Dədə Qorqudun neçə boyu var? 12. 12. Afərin. Azərbaycan ədəbiyyatında ilk dəfə poemanı kim yazıb? Xaqani. Afərin. Xaqani nə deməkdir? Xaqana mənsub. Amma o özünü Xalqani adlandırır. Xalqa məxsus olmaq. Bəli, Xaqani xalqana məxsus olmaq istəmirdi. Xalqa məxsus olmaq istədi. Afərin sənə. Sabir sözünün mənası nədir? Səbir edən. Səbr elə. Bəs Sabir səncə realist şairdir yoxsa ay, sağ ol. Bəs Hüseyn Cavid? Romantik. Romantik. Afərin sənə. Sonra hansı suallar verim sənə? Folklor sözünün mənası nədir? Folklor şifahi ədəbiyyatı. Ay, afərin. Şifahi xalq ədəbiyyatının ayrı hansı adı var? Ağız ədəbiyyatı. Ay, niyə ağız ədəbiyyatı Dildən deyirlər? dilə keçdiyi üçün. Ay, şifahi şəkildə yardığı üçün. Afərin sənə. Epitet nədir? Məcazi mənalı təyin. Afərin sənə. Bəs bədii sual nədir? Cavab tələb etməyən sual. Ay, sağ ol. Cavab tələb etməyən suala bədii sual deyirik. Sonra ayrı hansı suallar verim sənə? Nizaminin adı nədir? İlyas Yusifoğlu. Afərin sənə. Xəmsə sözünün mənası nədir? Beşlik deməkdir. Bəs Nəsimi sözünün mənası nədir? İncə, zərifmi. Ay, sağ ol. Afərin sənə. Azərbaycan ədəbiyyatında milli vəznimiz hansıdır? Heca. Afərin sənə. Əla. Deməli, əziz izləyicilərimiz, siz Sabiri gördünüz, həm Sabirlə tanış oldunuz, həm də onun istedadına bələd oldunuz. Mən həmişə Azərbaycan dilindən Sabir, maşallah, Azərbaycan dilindən də yaxşıdır. Öz yaşıdlarından, yəni 5-ci sinifdən artıq biliklərə sahibdir. Həmişə Sabirə deyirəm ki, anasının davamçısıdır. Və bugündən sonra ədəbiyyat sahəsində də mən bu sözü ürəkli deyə biləcəyəm ki, Sabir ədəbiyyat sahəsində də həqiqətən də anasının davamçısıdır. Sabir, gördünüz, hamınız bunun şahidi oldunuz. Sabir həqiqətən də bunları türklər demiş, hak elədi. Mən bu videonu çəkməkdə məqsədim odur ki, bir çox şagirdlərimiz hansı ki dilləri müəllim oxuyub yadımızda qalmır. Onlara demək, həmin şagirdlərimizə demək istəyirəm ki, biz bəzi şeyləri oxumadan da dinləyərəkdən öyrənə bilərik. Ancaq o vaxt ki, onu istəyək, ona səy göstərək. Yəni,
istədiyimiz şeyi hər hansı bir üsulla, yəni onun bizə nə lazımdır? Nəticə lazımdır da. Biz nəticədə istəyirik ki, hamımız oxuyaq. Bizim məqsədimiz oxumaqdır. Yəni nə cür oxumaq, o üsulu, o yolu seçmək artıq bizim əlimizdədir. Hər bir şagirdimizə, hər bir abituriyentimizə ən birinci arzu eləyirəm ki, o oxumaq taktikası var, hansı yolla yadlarında qalır, onu düzgün seçsinlər. Sağ olun əziz izləyicilərimiz. İnşallah ki, Sabirlə növbəti belə videolarımızın sayını artıracağam.